Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkətinin yenidən bərpa olunması planlaşdırılır. Sumqayıt.tv xəbər verir ki, Azərbaycan Dəmir Yollarının məlumatına görə Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə qatarların hərəkətinin yeni tədris ili başlayana dək bərpa edilməsi nəzərdə tutulur. Bildirilib ki, Xırdalan-Güzdək sahəsində dəmir yol xətlərinin altından yeni avtomobil yolu keçidinin tikintisi artıq başa çatıb. Hazırda Sumqayıt istiqamətində yol infrastrukturuna baxış keçirilir. Eyni zamanda yeni reyslərdə istifadə olunacaq qatarların hazırlanması davam etdirilir. Qatarların hərəkəti bərpa edildikdən sonra sərnişinlər həftənin bütün günləri əvvəlki dayanacaqlar üzrə Bakı-Xırdalan-Sumqayıt marşrutundan istifadə edə biləcəklər. Bu dəyişiklik xüsusilə yeni tədris ili ilə əlaqədar Bakı və Sumqayıt arasında gündəlik hərəkət edən sərnişinlər üçün nəqliyyat imkanlarının genişlənməsinə şərait yaradacaq. Dəyərli izləyicilər, videonu bəyənməyi, paylaşmağı və yeni xəbərlərdən xəbərdar olmaq üçün Sumqayıt TV-ni izləməyi unutmayın.